Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə zərf mövzusunun izahına baxırıq. Zərf nədir? Zərf hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsidir. Zərflər necə, nə cür, sonra nə vəziyyətdə, nə tərzdə, nə vaxt, nə zaman, haçan, hara, harada, haraya, haradan, nə qədər, nə dərəcədə suallardan birinə cavab verir. Zərflər həm təsriflənən feillərlə, həm də təsriflənməyən feillərlə işlənə bilər. Məsələn, necə? Bir var deyirəm ki, sabah gələcək. Burada artıq nə edəcək? Gələcək. Nə vaxt, nə zaman? Sabah. Artıq gördük, nə vaxt sualına cavab verdi. Və gələcək nə edəcək? Təsriflənən feildir. Bir də deyirəm ki, e, məsələn, diqqətlə dinləmək. Diqqətlə dinləmək. Nə etmək? Dinləmək. Necə, nə cür, nə tərzdə? Diqqətlə. Olacaq tərzi hərəkət zərfi dinləmək sözündəki maqməkdə məstər olduğunu, yəni təsriflənməyən feil olduğunu göstərir. Deməli, bizə belə bir sual düşür ki, zərflər sadəcə feillərlə işlənir, yanlışdır. Zərflər həm isimlə işlənə bilər, həm sifətlə işlənə bilər, həm sayla işlənə bilər, həm zərf elə özünü izah eləyə bilər. Yəni bu fikir yanlış fikirdir. Yəni təkcə özünü əvəz etmir. Və eyni zamanda deyilsə ki, zərflər təkcə təsriflənən feillərləndir. Xeyr, zərflər təsriflənməyən feillərlə də bir yerdə işlənilə bilər. Bu hissəni ümid edirəm ki, başa düşüldü. Sonrasında zərfin də digər nitq hissələri kimi quruluşca 3 növü var. Hansılardır? Sadə, düzəltmə və mürəkkəb. Hər iki sadə ilə düzəltməni deyim, sonra isə mürəkkəbi deyərəm. Sadə zərflər nədir? Sadə zərflər klassik hamısında olduğu kimi bir kökdən və ya kök və qrammatik şəkilçidən ibarətdir. Buna məsələn nəyi deyə bilərik? Hal-hazırda dediklərimi yadda saxlayın. Bildir ifadəsini verəcəklər sizə. Bildir. Burada vurğu buradadır. Birincidədir. Səhv qoydum vurğusunu. Birincidədir. Bildir. Nə deməkdir? Yəni keçən il mənasında. Buna bəzi yerlərdə bıldır da deyirlər. Ki, yəni ləhcə ilə əlaqəli olan bir şeydir. Yəni keçən il, keçən yox, onun qabaqçı il mənasında. İniş il onun qabaqçı ildir. Hə, bildir keçən ildir, iniş il onun qabaqçı ilidir. Ondan sonra eyni qayda ilə iniş ilinin özü sadədir. İniş il. Sonra sadələrin içində bizi çaşdıracaq olan nədir? Sırağa gün ifadəsi var uşaqlar. Sırağa gün. Bu ifadə mürəkkəb söz deyil. Bu sadədir. Bunu yadda saxlayaq. Sırağa gün. Ondan sonra ora, bura, arxayın, ondan sonra havayı, yaman və s. tipli sözlər var ki, bunlar olur sadə feillər. Keçək düzəltmələrə. Düzəltməni də bilirik ki, bir kök və leksik şəkilçisidən ibarət olur. Bəs yaxşı, şəkilçilər nədir? Biz bunları demək olar ki, çox şəkilçisini tanışıq. Ca 2 cür şəkilçisi. Hardan tanışıq deyəcəyik. Ondan sonra casına, söz yaradıcılığını işlədiyimiz zaman qarşımıza çıxan şəkilçilərdir. Casına, sonra lar şəkilçisidir, ən şəkilçisidir, aşı şəkilçisidir və s. şəkilçilər çoxdur. Zəhmət olmasa bunların hamısını şəkilçilərini əzbərləyin qarşısındakı misallarla. Car şəkilçisi, məsələn, necə? Nə vaxt zərf düzəldən şəkilçisi kimi işlənir? Əgər dil mənası yaradırsa, o zaman zərf düzəldən deməkdir. Türkcə, yəni dil yaradım. Rusca, dil yaradım. Ona görə də zərf düzəldən şəkilçisidir. Casına şəkilçisi bir yerdə təhlil olunur. Bir şəkilçisidir. Məsələn, igid səsinə formasında təhlil olunur. Lar şəkilçisi daha çox isimdən feil yaradan, zərf yaradan sözdür. Məsələn, zor, bir də deyirəm zorla hərəkət edirdi. Necə nənzirlə tərzə zorla. Bir də deyirəm ki, qəzəb, nə qəzəb. Bir deyirəm ki, qəzəblə hərəkət edirdi. Necə nənzirlə tərzdə qəzəblə. Artıq tərzə hərəkət zərfi yaratdıq. Ən şəkilçisi daha çox dediyimiz kimi isimdən yaradacaq. Daxilən, məsələn, var deyirəm daxil. Necə, nə daxil? Daxilən, necə, nə cür, nə tərzdə daxilən. Ruhən,
Ondan sonra qəsdən və sair bu tipli şəkilçilər var ki, var. Şəkilçilərin bir neçəsini də misal olaraq çəkək, düzəlsin. Məsələn, aşı şəkilçisi var. Aşı iki cür. Məsələn, yanaşı. Bir var yan, bir də deyirəm yanaşı dayanmışdı. Necə dayanmışdı? Nə tərzdə dayanmışdı? Yanaşı dayanmışdı. Artıq tərz deyiriksə, hərəkətin tərzini bildirirsə, zərfdir. Sifətlə qarışıq salmayın bunu. Sifət ismi əvəz edir. İsmin qabağında işlənir. İsmin necə olduğunu bildirir. Amma zərfin tərzi bildirməsi, hərəkətin tərzini bildirir. Ondan sonra açı var. Açı iki cür şəkilçisi. Məsələn, necədir? Çəpəki məsələn. Belə deyirəm ki, belə deyirəm çəpəki baxırdı. Necə nəcür nə tərzdə baxırdı, çəpəki baxırdı. Hərəkətin baxışını bildirdiyi üçün olacaq zərf. Ondan sonra yana şəkilçisi var. Yana yənə şəkilçisi var. Məsələn, dahiyanə. Dahiyanə danışır. Necə nəcür nə tərzdə danışır? Dahiyanə danışır. Sonra lıq şəkilçisi var. Lıq 4 tür şəkilçisi var. Elə zərfdən düzəldən şəkilçidir. Məsələn, həmişə, həmişəlik. Necə? Həmişəlik. Necə nəcür nə tərzdə? Həmişəlik. Ondan sonra hələlik ifadəsi var. Məsələn, çox vaxt sağollaşdığımız zaman hələlik deməkdir. Hələ nədir? İndiki dövrdə indi istifadə olunan hələ, indi deməkdir. Bilirəm ki, hələlik, yəni sağ ol, indilik sağ ol mənasında hələ sözün kökü lik leksik formasında olacaq. Sonrasında gə şəkilçisi var. Birgə mənasında. Ondan sonra dan şəkilçisi var. Ucadan, birdən. Məsələn, bizi isim işlədiyimiz zaman çağrışdıran suallardan biri idi. Məsələn, hərdən ifadəsindən bir yerdə verilmişdi bu. Hərdən. Burada baxın, hər sözün kökü dən leksik, zərf düzəldən şəkilçisidir. Amma biz ismi keçdiyimiz zaman bizi çaşdıracaq formada çaydan ifadəsindən bir yerində vermişdi. Yadınıza gəlirsə. Bir var idi çaydan, hərdən də hansı da çıxışlı hal olduğunu soruşurdu. Burada da çaydan qaynayırdı mənasında olduğu üçün dan da isim düzəldən şəkilçi kimi leksik idi. Deməli, buradan şəkilçilərimizin çoxunun homonim şəkilçi olduğu ortaya çıxır. Yəni, dan şəkilçisinin özü, lıq şəkilçisinin özü ki, bunlar artıq homonim şəkilçilər. Yəni, təkcə zərfdə yox, həm isimdə və başqa yerlərdə də görmüşük mənasında deyirik. Sonrasında, məncə bu hissədə qaranlıq qalacaq heç nə yoxdur. Bir neçəsində deyim, elə keçək mürəkkəblərə. Sonrasında, araq şəkilçisi var bu şəkilçilərin içində bir dənə. Araq iki cür şəkilçisi var ki, məsələn, çaparaq çatdı. Necə nəcür nə tərzdə? Çaparaq. Araq şəkilçisində biz feili bağlamada keçmişik. Feili bağlamadan bizə tanışdı. Necə tapırıq? Yerinə, yəni ı-la bir yerdə olduğu zaman istifadə olunurdu. Bir var deyəm ki, çaparaq gəldi. Necə nəcür nə tərzdə gəldi? Çaparaq gəldi. Artıq tərz mənası bildirirsə, bu olacaq zərf. Düzdürmü? Bir də deyirəm ki, buna misal olaraq feili bağlama kimi işlədək. Gəlib gedəcək. Məsələn, gəlib gedəcək. Yerinə ara qoyur. Gələrək gedəcək mənasında. Məsələn deyirəm də, bu formada artıq olacaq nə? I-la yerini dəyişə bilirəmsə, olacaq nə? Feili bağlama. Çatdı. Məncə bu hissədə problem olmayacaq. Sonrasında bir neçə şəkilçi deyim. Bu zərf düzəldən şəkilçilərimizin içində uşaqlar. La şəkilçisidir. Dar şəkilçisidir. Dasına şəkilçisidir. Bir də ən şəkilçisidir ki, bu 4 şəkilçi vurğu qəbul etmir. Bunları qeyd edin zəhmət olmasa ki, vurğu qəbul etmir.